14 yaşından 21 yaşına qədər olan mərhələsi. Bu mərhələ yeniyetməliyin başlanğıc mərhələsidir. Hansı ki, gənc özünü sübut etməyə çalışır. Valideynlərin üzərinə vacib olan nədir bu mərhələdə? Övladlarını dinləməsi, övladının rəyinə, fikirlərinə ehtiram göstərməsidir və onların təbiətindəki qəribəliyə, əxlaqlarındakı dəyişkənliyə qarşı səbirli olmalarıdır. Yəni bu ləbuddur, baş verəcək, qaçış yoxdur. Sadəcə səbirli olmaq, dözmək lazımdır və gözəl şəkildə onlarla müamilə etmək lazımdır. Doğru düzgün tərbiyə metodikalarından istifadə edərək onları tərbiyə etmək lazımdır. Əks halda bu onların üsyan etməsinə və əxlaqlarının pozulmasına aparıb çıxaracaq yollara qoşulmasına səbəb olacaqdır. Bir çox atalar bu yeniyetmə, yetkinlik yaş dövründə olan övladlarından şikayət edirlər. Nələrdir o şikayətlər? Deyir ki, onların övladlarının çox üsyan etmələri, onlara qarşı çıxmaları, sözlərinə baxmaması, əxlaqlarının pisləşməsi və həmçinin davranış formalarının pisləşməsi, bundan şikayət edirlər. Baxsaq, görsək ki, səbəb nədir bu şeydə? Görərək ki, valideynlər əvvəlki 2 mərhələdə övladları ilə doğru düzgün şəkildə müamilə etməmişdilər. Tərbiyə metodikasına baxsaq, görərək ki, onlar necə qıraqdan götürüblərsə, öyrəniblərsə, o üslublardan istifadə edərək özlərinin baxışlarında o şey yaxşı, necə hansısa bir şey yaxşı görsənirsə, onu o forma onlara aşılamağa çalışmışlar və o tərbiyə üzrə tərbiyə verməyə çalışmışlar. Amma tərbiyə necə olmalıdır? Tərbiyə şübhəsiz ki, düzgün və öyrənilmiş təməllər üzərində olmalıdır.